Lələtəpə uğrunda 4 günlük savaş oldu. Həmin savaşda mənim oğlum döyüşdü, birindən ikisinə keçən gecə. Biz burada otura bilmirdik. Yağış kimi başımıza yağırdı. Gəlinlə mən idim evdə, oğlum da dəmir yolun üstünə çıxıb qardaşını axtarırdı. Zəng hamı vururdu, bir xəbər çıxmırdı. İnan elə bilgirən ki, qapıya işıq yağırdı bax. Tirlər sirkələnirdi, pollar sirkələnirdi. Orxan çox cəsarətli, sözün deyən, hər şeyin yerin bilən oğlan idi. Həm də özünün hərbiyə istəyi var idi. Çox istəyi vardı hərbiçi olmaq üçün. PK ilə hərəkət edirmiş, öndə gedirmiş. Döngələr var o valın içində. Uşaqlar deyir, biz Orxana çatanda, valı o açdı çatanda, gördük ki, Orxan vurulubdu. Snayperlə vurulmuşdu Orxan. Oğlum Həmidov Orxan İbrahimoğlu 1980-ci ildə Füzuli rayonunun hal-hazırda indi yaşadığımız Əhmədallar kəndində anadan olub. 10-cu sinifi də həmin bu kəndin Baxşəli Əliyev adına tam orta məktəbdə qutarıb. Ondan sonra gedib hərbi qulluğa, hərbi qulluğu başa vurduqdan sonra bana hamımıza məlumdur ki, düşman bizim öz torpaqlarımızı əlimizdən aldı. Bir gün övladım gəldi, dedi ki, mama, mən gedirəm, işdən çıxam, sənətimin çoxunu düzəltdirmişəm. Dedim, hara oğul? Dedi, gedirəm döyüşə. Düşmanla üz-üzə döyüşə. Deyəndə mən sözün düzü dedim ki, Orxan, sən bilirsən hara gedirsən bala? Düşmanla üz-üzə gedirsən. Dedi, mama, sənin oğlun getməsin, mənim oğlum getməsin, o birisinin oğlu getməsin. Bəs torpağı düşmanın əlindən kim qutarsın? İgidliyə görə medalla təltif olunubdur. Özü kimi 2 dənə oğlu var. Elə özü qeyrətdədirlər. Elə böyüyüblər, yəni elə yetişdirmişik. Atalarından danışıb, onlara nümunə çəkib, elə böyütmüşük. Bugünkü gündə biri bu illəri tələb adını qazanıbdır. Təsəllim odur ki, bilirəm ki, qardaşım necə şəhid olub və ən yüksək zirvəyə uzalıb, şəhid zirvəsinə uzalıbdır. Bir mənim oğlum yox, Azərbaycanın igid oğlanları, Ali Baş Komandanımız İlham Əliyevin səsinə səs, köməyinə kömək verdi, torpaqlarımızı aldılar, qələbə qazandılar, öz qanları ilə tarix yazdılar.